Belə bir sual var. Əbu Zeyd deyir ki, Siffeyn döyüşündə Muaviyə tərəfi də, İmam Əli tərəfi də hər iki tərəf mömin olublar. Və onların döyüşü iki mömin tayfasının döyüşü kimi olur. Və buna Qurandan ayə gətirir, Əl-Hucurat surəsinin 9-cu ayəsini. O döyüşə şamil edir. Ki, əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə itaətinə qaydana qədər vurursun. Qayıtsa hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər. İndi burada belə sual olur ki, Muaviyə bəy mömindir ki, bu ayə o Muaviyəyə şamil olunur. Həmçə birinci bəhsi əvvəlcədən başlamamışdan qabaq. Tam şəkildə əhatə edəcək. İnşallah tam şəkildə əhatə edəcək. Ümumiyyətlə, birincisi ayəni gətirməmişdən qabaq ən böyük iddia olmalıdır ki, gəlin birinci belə başlayaq da. Muaviyə Həzrət Əli əleyhissalam baxışına baxaq. Hətta məşhur bir əhl-i sünnə alimi var, İmam Şatib, gözəl bir sözü də var. Deyir, hər bir əqidə, istər əhl-i sünnə olsun, istər əhl-i sələfə olsun, istər əhl-i sünnə vəl cəmaə olsun, hər bir əqidə öz əqidəsinin düzgünlüyünü sünnə və Quranla dəstəkləyir. Həqiqət yalnız dərinliyinə indiyimiz zamandır. Gəlin baxaq bir tarixə, görək Muaviyə Həzrət Əleyhisselamın qarşılaşmasında Peyğəmbərin dövründən ta Siffeyn döyüşünə qədər qısa bir müddətdə baxaq görək. Bunların arasındakı mübarizə, bunların arasında baş verən bir hadisəni nəzər salaq inşallah və iddia edək görək ki, bunların hər ikisi hansı dərəcədə, hansı fəzilətdə olub ki, bunlara hələ bir mömin adlandırır. Ən birinci başlayırıq Muaviyədən. Muaviyə İslamı qəbul edib Məkkənin fəthi vaxtı, Hicrətin 8-ci idi. Və Əhl-i Sünnənin ən böyük dəlillərindən biridir ki, Peyğəmbərimizin 10 sahabəni cənnətlə müjdəliyib, bunların heç birinin içində Muaviyə yoxdur. Və yaxud başqa bir hədisdə var ki, 11 nəfərdir. Bunlar Əbu Hüreyrədən dəlil gətirirlər, bunların heç birinin içində Muaviyə yoxdur. Muaviyə ən böyük dəlil odur ki, Tövbə surəsi 100-cü ayə ki, bu günləri Əhl-i Sünnə gətirir ki, Allah ənsar və mühacirlərdən razıdır. Allah Taala Hicrətin 6-cı ili Hüdeybiyyə sülhündə ki, dedi ki, beyyətlərinizi təzələyin. Heç onların içində də Muaviyə olmayıb. Yəni Hicrətin 6-cı ili, onda da heç Muaviyə İslamı qəbul eləməmişdi. Muaviyə İslamı qəbul eləyib Hicrətin 8-ci ili. Hicrətin 8-ci ili Məkkənin fəthindən sonra. 2 il sonra, bəli, 2 il sonra qəbul. Muaviyə bir Əhl-i Sünnə rəvayətinə görə Peyğəmbərimizin katibi olur, vəhy yazan olur. Yəni başqa bunun haqqında, yəni ki, Peyğəmbərimiz deyib ki, ey Muaviyə sən cənnətdəysən, sən cənnətlə müjdələnmisən və yaxud ey Muaviyə sən möminsən və yaxud durub iddia eləsin, Muaviyə cənnətlidir. Yəni Rəsulullahın dilindən çıxan belə bir söz yoxdur. Yəni dediyim sözümə də cavablayam. İstər Əhl-i Sünnə olsun, istər Əhl-i Sünnə vəl cəmaə olsun, istər Əşairə olsun, istər Mötəzə olsun, həmçində Şiəlikdə də. Yalnız buna bir dəlil yoxdur. Yəni xeyr, bunun haqqında elə bir dəlil yoxdur ki, Peyğəmbərimiz Muaviyə desin ki, yəni ey Muaviyə, sən məsələn cənnət. Sadəcə bir şey var Peyğəmbər haqqında, İbn Abbasdan nəql olunur, Səhih Müslimdədir. Deyir, İbn Abbas deyir ki, bir gün gördüm ki, Peyğəmbər bizə tərəf yaxınlaşır. Yaxınlaşdı mənə, əlim qoydu çiynimə, dedi ki, get Muaviyəni çağır. Deyir, mən getdim Muaviyəni çağırdım. Muaviyə dedi ki, get Peyğəmbərə deyən ki, çörək yeyirəm. İkinci dəfə yenə də göndərdim ki, get Peyğəmbər yenə biraz keçdi, yenə dedi ki, get Muaviyəni çağır. İkinci dəfə göndərdi, yenə də getdi dedi ki, Muaviyə çörək yeyir. Muaviyə deyir ki, get Peyğəmbərə deyən ki, çörək yeyirəm. Bu nəyin əlamətidir? Təkəbbürlüyün əlamətidir. Üçüncü dəfə deyir, Peyğəmbər biraz keçməmiş, yenə də göndərdi. Yenə də həmin söz təkrarlananda Peyğəmbər dedi ki, Allah onun qarnını doydurmasın. Və ölən gününə qədər də rəvayətlərdə var ki, Muaviyə heç vaxt doymazmış. Yedikcə deyirmiş ki, acam. Yedikcə deyirmiş ki, acımışam. Yəni məşhur rəvayətlər çoxdur. Peyğəmbərimizdən sonra olan ki dönəmlərdən birində Muaviyə bəli, birinci xəlifə Əbubəkir tərəfindən Şama vali təyin olundu. Şama vali təyin olundu və ta gəldi çıxdı Həzrət Əli əleyhissalamın vaxtına qədər. Həzrət Əli əleyhissalam yəni
Dediyim o ki, hədis ki var, Allah, Peyğəmbərimiz deyib ki, Allah onun qarnını doyurdurmasın. Yəni burada mən dəlillərlə gətirmişəm. İnşallah dəlillərlə sübut etmək istəyirəm. Yəni qardaşlar ola bilər ki, deyirlər yalan danışıram ya iftira atıram. Ən məşhur dəlil nədir? Səhih Müslim, Əl-Burri Vəsilə kitabı, 96-cı hədis. Yəni burada mən qeyd eləmişəm, Səhih Müslim, Əl-Burri Vəsilə kitabı, 96-cı hədis. O ki qaldı başqa bir rəvayətlərdə Muaviyə Həzrət Əli əleyhissalamdan dövründə artıq Həzrət Əli əleyhissalam xilafətə təzə gələn vaxtlarında Osmanın qətlindən sonra ki insanlar bütün ənsar və mühacirlər yığılışda Həzrət Əli əleyhissalama beyət elədilər. Həzrət Əli əleyhissalam Şama fərman göndərdi ki, Muaviyə hakimiyyəti təhvil versin. Yəni Muaviyə hakimiyyətdən uzaqlaşdırılsın. Yəni bu kitab Əhl-i Sünnənin məşhur kitablarından biridir. Yəni kitab hal-hazırda məndədir. Həzrət Ayşənin həyatı. Yəni kitabda belə bir yaxşı bir mövzuya da rast gəlmişik. Həzrət Ayşənin həyatı Əhməd Əmin Təmiz, Misrin Əl-Əhsər Universitetinin rektorudur. Yəni bəli, Həzrət Ayşənin həyatı bütün dini dükanlarda da demək olar Əhl-i Sünnənin bütün dini dükanlarında satılır və bu kitaba möhkəm etiqad olunur. Bu kitabın dəlilləri də götürüb İslamda Ayşənin rolu məşhur kitabdır. Yəni bu kitabdan birbaşa dəlillər gətirir. Yəni burada bir gözəl 5-6 rəvayətlər var ki, Muaviyə haqqında yazılır ki, Muaviyə, yəni səhifə 83-də, sonra səhifə 84, 85-də yazılır ki, bu kitabdakı Həzrət Muaviyə bic və hiləgar idi. O müsəlmanların qanın tökməkdən belə çəkinmirdi. Bu insan bir məqsəd olub ki, bu insan hakimiyyətə gəlsin. Bu insan hakimiyyətə. Həzrət Əleyhisselam buna məktub göndərər ki, ey Muaviyə, yəni ki bu bizim kitablarımızda da var. Nəhcül Balağanın şərhi, Nəhcül Balağanın özündə də var. Yəni hər iki tərəfin qəbul elədiyi rəvayətlərdən danışıram. Həzrət Əleyhisselam Muaviyə xəbər göndərir ki, bəs hakimiyyətdən uzaqlaş. Muaviyə Osmanın qətlini Həzrət Əleyhisselamdan tələb eləyir. Həzrət Əleyhisselamdan tələb eləyir. Bu zaman Həzrət Əleyhisselam deyir Osmanı, burada Həzrət Ayşənin həyatında yazılıb ki, bu kitabın içindəki Əleyhisselam tələsməməyə çağırırdı. Həzrət Əleyhisselam tələsməməyə çağırırdı və aydınlaşandan sonra Osman Muaviyyənin özü tələb eləyirdi. Yəni bunun bəhanəsi Osman deyildi. Bunun bəhanəsi o idi ki, hakimiyyətə gəlsin. Bizlik və hiləgəri. Allah mömindən birinci dəlilimiz budur ki, bu məsələ 3-4 yerdən yanaşacaq. Mömin bic və hiləgər olmaz. Mömin itaətkar olmalıdır. Bəli, düzdür? Mömin bic ola bilməz ki, mömin hiləgər də ola bilməz. Düzdür? Bu Muaviyyənin sifətlərindən biri idi. Yəni yenə də deyirəm, şübhəsi olan bu kitabı oxusun. Həzrət Ayşənin həyatı. Deyir, müsəlmanların qanın tökməkdən belə çəkinmirdi. Allah Tövbə surəsindən buyurur, hər kəs ki bir müsəlmana təcavüz eləsə, onu öldürsə, onu cəhənnəmdən müjdələyir. Yəni o insan bir nömrəli yeri haradır? Cəhənnəmdir. Yəni o insan cəhənnəmli idi. Və sual ortaya çıxa bilər ki, Muaviyə bəlkə sonradan tövbə eləyib. Sonradan tövbə eləyib, bismillah, gəl qardaş, gəl mənə göstər. Gəl mənə göstər ki, hansı bir Əhl-i Sünnə kitabında var ki, Muaviyə sonradan tövbə elədi. Ortaya yenə də belə bir sual çıxır. Əbu Zeyd müəllimin xutbəsində deyir ki, baxma ki, deyir, mən Muaviyə ilə döyüşürəm, Muaviyə mənim mömin qardaşımdır. Yəni, and olsun Allaha, Allah şahiddir ki, Allaha şəhadət gətirirəm ki, bu şey boş söhbətdir. Həzrət Əleyhisselam deyir ki, nədir dəlili məsələn? Çünki Həzrət Əleyhisselam ona məktubda yazanda deyir ki, Osmanın qatilinin birinci səbəbkarı sənsən və sən cəzalandırmalısan. Nəyə görə? Sən cəzalanmalısan. Nəyə görə? Çünki Osman səndən yardım istədi, sən qoşunu gətirdin Mədinənin yaxınlığında qoşunu dayandırdın. İşin gedişatına fikir verdin, izləyirdin. Çünki Osman səndən yardım istədi. Həzrət Əleyhisselam, bəli, öz məqsədini güdürdü. Yəni, yenə də deyirəm, Həzrət Ayşənin həyatında var. Və yaxud Tarixi Təbəri, Siffin qəzvəsi, yəni Siffin müharibəsi, Tarixi Təbəridə məşhur yazıb. Muaviyə bu cür işlərdən, necə ki, Həzrət Əleyhisselam yenə də ardınca məktub yazır, deyir ki, Əbu Bəkrə, Ömərə, Osmana beyyət eləyənlər bu günləri mənə beyyət elədilər. Məni əmr sahibi kimi tanıdılar.
Yəni sən mənə bir dəlil gətirə bilmərsən ki, mən səndən beyyətdən qaçıram. Yəni yenə də deyirəm, yəni ki, kitabların hamısında var ki, yəni gətirdiyim kitabların hamısında var ki, Təbəridə də var, Siffin müharibəsi. Yəni Həzrət Ayşənin həyatında da var, Səhih Müslimdə də var, Buxaridə də var. Yəni Siffin bölməsi. Təbərinin də, Buxarinin də, Müslimdə hamımızı yekdilliklə təsdiqləyir bunu. Yəni artıq Muaviyə nə olur? Möminlik sifətindən çıxır. Axırda Muaviyə Həzrət Əleyhisselama bir dənə məktub yazır. Axırda bir kəsi göndərir. Deyir ki, məktubun gəlir Həzrət Əleyhisselama açanda yazılıb ki, Muaviyədən Əliyə. Bu nə deməkdir? Yəni mən sənə tabe olmuram. Mən səni tanımıram. Bu məsələnin birinci növ. Muaviyə artıq nə oldu? Möminlik sifətindən xaric oldu. Bəli. Bic və hiyləgərliyi, və başqa məsələlər. Keçirik bunun mömin olmağına. Yəni bizim, yəni ki, bu insanın müsəlman olmağı. Mən ortaya iddia atıram, iddia qoyuram ortaya, belə deyək də. Muaviyə artıq müsəlman olmağı da sual altındadır. Sual verə bilərsiniz, niyə? Səbəb. Yenə də Quran ayəsinə də inşallah nəzər salacaq. Birinci, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin Həzrət Əliyə baxışları. Gəlin bunu inşallah hər iki tərəfin qəbul elədiyi hədislərə baxaq və keçək əsas məsələ Quran ayələrinə və həmin o Quran ayədə inşallah yaxınlaşacaq. Yəni burada əlimdə kitab var, məşhur sələfi kitabıdır, Rəşid-i Xəlifələr, Şeyx Əlixan Musayev. Yəni burada gözəl izahat verilir. Yəni Peyğəmbərimizin Həzrət Əli əleyhissalama olan münasibəti. Yəni birinci ən böyük dəlilimiz budur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Həzrət Əli əleyhissalamı cənnətlə müjdələyir. Bunu hamı bilir. Hamı bilir. Peyğəmbərimiz qızı xanım Zəhranı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz qızına Həzrət Əleyhissalama ərə verir. O Peyğəmbərimizin nəsli xanım Zəhradan artıq. Yəni bu cür hal necə ki Allah Taala Kövsər surəsindəki nazil eləyib İnnə a'taynəkəl kavsər fəsəlli li rabbika vanhar innə şənəkə vəl abtar. Yəni ki ya peyğəmbər sənin nəslin qiyamətə qədər artacaq, törəyəcək, sənin nəsli kəsilmiş deyənin öz nəsli kəsiləcək və insanlar sənin nəslinə rəhmət oxuyacaq. Nəsli kəsilmiş ki, orada bir nəfər Asi bin Vəlid ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə deyir, nəsli kəsilmiş. Yəni Allah deyir ki, sənin nəslin qiyamətə qədər artacaq. Sənin nəslin kimdən artdı? Xanım Zəhradan. Peyğəmbərimizin nəsli xanım Zəhradan artdı. Yəni ki, davam edir. Və insanlar da Peyğəmbərimizin nəslində indiki olan seyidlərimiz ki var, Peyğəmbər balaları, rəvayətdə də, hədislərimizdə də var ki, yəni bu bizim öz hədislərimizdə ki, seydələrə bizim hörmətimiz vacibdir. Biz hörmət eləməliyik. Çünki Peyğəmbər nəslindədirlər. Nəysə, sözüm onda deyil, qaydırıq mövzumuza. Mövzumuz bundan ibarətdir. Peyğəmbərimizin Həzrət Əli əleyhissalam haqqında iki tərəfi... Bəli, Rəşid-i Xəlifələr. Yəni, kimin əgər şübhəsi ola bilər bu kitabda, hətta məsləhət verə bilərəm ki, Abu Zeyd müəllimin özü də bu kitaba bir müraciət eləsin. Bəli. Yəni, burada gətirdiyim dəlillər, Həzrət Əli əleyhissalam kimdir, Əmir əl-Möminin həyatı, vilayət günəşi. Yəni, Abu Zeyd müəllimin xutbələrinə fikir vermişəm. Yəni, bu bəhs elədi, sizin öz kitabınızdan da dəlil gətirin. Əgər Nəhsül Bəlağa, İbn Şərhi, özü, sonra vilayət günəşi, Əmir əl-Möminin həyatı, Şeyx Abbas Qumi, Həzrət Əli əleyhissalam kimdir, Fəzullah Kompani. Yəni ki, bu dəlilləri elə gətirəm ki, hər iki tərəfin qəbul elədiyi səhih hədislərdir. Bu qardaşlar var ki, indi hal-hazırda internetdə bəzi şeylərə qulaq atır, hardasa şəkkə düşür. Bəli. Yəni kitab da əlimdə özünüz də görürsünüz, Rəşid-i Xəlifələr. Yəni təkcə mənə elə gəlir ki, bu kitab elə təkcə özü kifayət eləyər. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Əli məndən sonra hər bir möminin dostudur. Səhifə 32-də. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Əli məndən sonra hər bir möminin dostu və sevimlisidir. Əbu Səid Əl-Xudri radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Nəfsim əlimdə olan Allaha and olsun ki, mənim əhli beytimi qəzəbləndirən cəhənnəmə vasil olar. Bunların hamısını bir-bir deyirəm və inşallah səhih bu deyilən rəvayətləri də inşallah lazım olsa oxuyaram, hansı kitablardadır. Əbu Səid
Əl-Xudri radiyallahu anhu rivayet edir ki, Peyğəmbər sallallahu demişdir. Nəfsim əlimdə olan Allaha and olsun ki, əhl-i beytimi qəzəbləndirən cəhənnəmə vasil olar. Ümmü Sələmə radiyallahu anhu demişdir ki, mən Peyğəmbərdən belə eşitdim. Əlini sevən məni sevmiş, məni sevən isə Allahı sevmişdir. Əliyə nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur. Yəni bu günləri, bu Muaviyyənin Həzrət Əleyhisselamla düşmənçiliyi Peyğəmbərlə düşmənçiliyidir. Və Buradan adi məntiqi, yəni ki, İslami cəhətdən etməkdə məntiqi belə bir şey çıxır. İki bir şəxs, yəni ki, dünya bəndəsi, Allahın bəndəsi, iki şəxs bir-biri ilə mübahisəsi varsa, dava edirsə, neysə varsa, istər-istəməz nifrət olmasa, bir-birinlə mübarizə aparmaq bağırdısa, düşüncəsi darlar. Yəni, normallıqdan uzaq olan bir şeydir. Yəqin ki, Muaviyyə Həzrət Əli əleyhissalama qarşı mübarizə aparıbsa, deməli buna qarşı neysə nifrət, kin-kudurət var imiş, bu özü ona bir Bəli, qardaşım, bir də ardını da oxuyum inşallah. Burada ardı da var. Peyğəmbər münafiqlik sifəti ki dedimsə, yəni bunu da ardını oxuyuram. Peyğəmbər ən gözəl bu hədislərdən biri də budur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm demişdir: "Ey Əli, səni yalnız mömin sevər, sənə yalnız münafiq nifrət edər." Yəni bəli. Yəni ya bu günləri açıq-aşkar Həzrət Ayşə, Tarixi Təbəri, Səhih Buxari hamısı yazırsa, Muaviyyə Həzrət Əleyhisselamın kini, kudurəti, nifrəti vardı. Artıq Muaviyyə nə halından çıxdı? Möminlik halından çıxdı və müsəlmançılıq da halından çıxdı. Bəli. Bu artıq münafiqdir. Bu gün Əli Əleyhisselamla düşmənçilik eləyibsə və heç bir yerdə Allah şahiddir ki, heç bir yerdə yoxdur ki, tövbə eləyib və heç bir yerdə yoxdur ki, Həzrət Muaviyyə adlandırdığı bir şəxsə Həzrət Əli Əleyhisselam desin ki, o mənim mömin qardaşımdır. Baxma, mən onunla düşmənçilik eləyirəm, ancaq o mənim mömin qardaşımdır. Yəni ki, burada məsəl üçün başqa rəvayətlər də var. Məsəl üçün sizə qeyd edirəm. Peyğəmbərimiz Məhəmməd İbn Cərir Təbəri nəql edir ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur Muaviyyə haqqında. Yəni səhifə 105. Əli əleyhissalam kimdir? Əgər Muaviyyəni mənim minbərimdə görsəniz, onu öldürün. Hətta Muhammed İbn Abdülvahhab özü nəql edir ki, Əli əleyhissalam kimdir? Yəni bu kitab Fəzullah Kompanidir. Bu ancaq Məhəmməd İbn Təbəri, məşhur əhl-i sünnə alimdir, ondan dəlil gətirir. Və yaxud Siffin qəzvəsində Həzrət Əli əleyhissalam buyurur ki, bir yer var, yəni döyüş vaxtı Həzrət Əli əleyhissalam çıxır qabağa, qoşunun qabağına çıxır və Muaviyyə belə bir tərzdə müraciət edir. Deyir, ey Muaviyyə, qulaq asın, deyir, ey müalimə, mən bilirəm ki, sən xəlifəli iddiasındasan. Yəni, Əhl-i Sünnədə də var bu, Həzrət Ayşənin həyatı, Tarixi Təbəri, Siffin müharibəsi və bizim öz dəlillərimizdə də var. Deyir, ey Muaviyyə, mən bilirəm ki, sən xəlifəlik iddiasındasan. Xalqın qanunun tökülməsinə səbəbkar sən olmusan. Hətta Osmanın da ölümünə səbəbkar sən olmusan. İndi özün mənimlə meydana çıx. Hansımız qalib gəlsək, xilafət də onun olsun. Gəl mühakiməni qılıncın öhdəsinə buraxaq. Axırda Həzrət Əleyhisselam istəmir ki, tərəfdə qan tökülsün. İstəyir ki, bu müharibəni kimiz həll eləyək. Yəni, kim əgər öldürülsə, xilafət də ona məxsus olsun. Muaviyyə deyir, əlinin Zülfüqarının qorxusundan qoşunun axır sıralarında dayanmışdı. Yaxınlığında olan adamlara dedi, Əbhərənin ağlı çaşıb, Şam böyükləri bir-birinə belə dedilər, and olsun Allaha, Əbhərə və elmdə bizdən biliklidir. İş budur ki, Muaviyyə Həzrət Əli ilə vuruşmaqdan qorxur. Yəni, Həzrət Əli əleyhissalam Muaviyyəni bir neçə dəfə mübarizə çağırdı, amma Muaviyyədən səs çıxmadı. Yəni, Muaviyyə nə qədər çağırır ki, bu məsələni öz aramızda həll edəyək. Yəni, bəli, yəni ki, çağırır ki, müsəlmanların qanun tökmüsən. Burada yəni harda ola bilər ki, sən bu günləri durub iddia eləyirsən ki, Muaviyyə mömindir. Necə ki,
yenə də dəlil gətirdim ki, məsəl üçün ya Əli səni mömin sevər, səndən münafiq düşmənçilik eləyər. Ya Əli sənə qarşı çıxan mənə qarşı çıxıb, mənə qarşı çıxan Allaha qarşı çıxıb. Səhih Buxari 7-ci cild 25-ci hədis. 25-ci səhifə 3673-cü hədis. Səhih Buxari 7-ci cild səhifə 119 3749-cu hədis. Səhih Buxari 7-ci cild səhifə 119 3750-ci hədis. Səhih Buxari 7-ci cild səhifə 119 3754-cü hədis. Yəni bu cür hədislərimiz var. Yəni ondan da başqa Səhih Buxaridə, Səhih Müslimdə, Səhih Tirmizidə var ki, rivayətlərdə İbn Abbasın dilindən peyğəmbərimiz ki, münafiqlərə aid Allah Taala ayə nazil eləyəndə deyir peyğəmbərimizə sual verdi ki, ya Rasulullah, biz münafiqləri necə tanıyaq? Peyğəmbər buyurdu, siz münafiqləri tanımaq üçün kim Həzrəti Əli əleyhissalamla, yəni Buxaridə də belə yazır, Əli radiyallahu anhu ilə düşmənçilik eləyirsə, bilin ki, o münafiqdir. Yəni sən bu günləri Əbu Zeyd müəllim bu günləri iddia eləyirsə, iki mömin dəstə iddia eləyirsə, Muaviyyəni də mömin adlandırsa, çox yanlış bir işə yol verir. Və yaxud başqa bir rivayətdə var ki, məsələn deyək də, ümumiyyətlə sizə bir söz deyim, yəni bu açıqlamanı da verim, Sələfi əqidəsi özü ümumilikdə iki hissəyə bölünür. Sələfi əqidəsi. Bu günləri bir dəstə ayrılıb, Azərbaycandan ayrıldığına görə, Azərbaycan demək ümumiyyətlə dünyada, bunların arasında güclü parçalanma gedir. Səbəb nədir? Bir dəstəsi iddia eləyir ki, bu Quran-ı Kərimdəki Ən-Nisa surəsindəki Allah Taala buyurur, Allaha, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun. Yəni bunlar bir dəstəsi iddia eləyir ki, əmr sahibi günahkar da olsa belə siz ona tabe olmalısınız. Yəni digər də yox, sözümün canı var da burada. Digər dəstəsi iddia eləyir ki, xeyr, əmr sahibi günahkar olsa, onu əmr sahibi kimi qəbul eləmək lazım deyil. Və bir dəstə əmr sahibinə tabe olmadıqlarına görə onları xəvaric adlandırırlar. Ümumilikdə deyirəm. Yaxşı, ortaya bir dənə belə söz çıxır. Həzrəti Əli əleyhissalam zamanənin əmr sahibi idisə, bunu bütün məzhəblər qəbul edir. Nəyə görə Həzrəti Əli əleyhissalama tabe olmayan Muaviyyəyə siz xəvaric demirsiniz? Dindən çıxmış demirsiniz. Niyə? Niyə bunu iddia eləmirsiniz? Səhih Müslimdə hədis var. Səhih Müslim, hələ 1-ci cildədir, səhifə 53. Deyir, əmr sahibi bölməsi var orada. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, and olsun Allaha ki, əmr sahibinə qarşı çıxan mənə qarşı çıxıb, mənə qarşı çıxan da Allaha qarşı çıxıb. Necə ki, Quran ayəsi də bunu deyir. Gəlin qaydaq Quran ayəsi, Hücurat surəsi 9-cu ayə. Ayə Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə nazil olanda ki, mömin dəstəyə, Peyğəmbər hansı dəstədə olmalıdır? Haqq dəstədə olmalıdır, düzdür? Yəni ayə nazil olur ki, mömin dəstədə olan söhbətdən mövzu iki dəstəyə aiddir. Şübhəsiz ki, bu məsələni kim həll eləməlidir? Peyğəmbər. Peyğəmbər də haqq dəstədə olmalıdır, düzdür? Bəli, Peyğəmbər bizə həva nəfsindən danışmır ki, Peyğəmbərimiz də hakim Peyğəmbərdir. Bu günləri görürsən, ayənin əvvəlində Allah deyir mömin dəstə. Artıq səhv dəstəni Allah Taala nə adlandırır? Təcavüzkar. Artıq mömin təcavüzkar ola bilər? Yox. Möminin sifətlərində təcavüzkarlıq yoxdur. Əgər səhv dəstə mömin dəstənin üstünə hücum eləyirsə, mütləqdir ki, orada Peyğəmbər olmalıdır. Təcavüzkar dəstə hücum eləyirsə, haqq dəstədə Rasulullah olmalıdır. Peyğəmbərin də üstünə çıxan Allaha qarşı çıxır. Yəni Peyğəmbərin üzünə kim olsa, artıq səhv dəstəni Allah Taala təcavüzkar adlandırır. Bəli, ifşa eləyir. Bu birinci dəlil. İkinci bir dəlil bu Əbu Zeydin mən xutbəsinə qulaq asmışam, deyir hər iki tərəf cənnətlidir. Bu Allahın ədalət sifəti ilə düz gəlmir. Ədalət nədir? Ədalətin termini var. Biz deyirik ki, Quran-ı Kərimdə Ən-Anam surəsində Allahu ələm nə buyurur? Mütləq hakim Allahdır. Hakim nədir? Hakim ədalətli olmalıdır. Ədalət nədir? Ədalət odur ki, əgər bu günlər biz durub deyirik ki, nəuzubillah, ədalət sifəti Allahda yoxdur. Allah ədalətsizdir. Bu Allaha yaraşmayan bir sifətdir. Bu səlbi sifətdir. Haqq sahibinin haqqının qaytarılmasına ədalətdir. İstər səhv olsun, istər düz olsun.
ədalət özündə 3 hissəyə bölünür. Mükafatlandırma, cəzalandırma və qiymətləndirmə. Yəni bu günləri bir dəstə hücum edib digər dəstənin qanını tökürsə mömin qardaşına, mütləqdir ki, Allah qarşısına cavab verəcək və günahkardır. Və qəsdən hücum edib öz mömin qardaşını, müsəlman qardaşını öldürsə, Allah Tövbə surəsində nə deyir? Tövbə eləməsə biz onun yerini cəhənnəm deyirik. Və tarix boyda götürəndə tövbə eləməsə, haqqa qayıtmasa, Allah onun yerini cəhənnəm. Vay o gündən ki, hücum eləyəndə tövbəsiz haldan dünyaya geçsin. Yəni bilir nə işin üstünə gedirəm, hansı günahın üstünə gedirəm və gedir də. İnatkarlıq eləyib gedir. Yəni tövbə o zaman olur ki, sən can verəndən sonra, öləndən sonra insan tövbə eləməyə mümkün deyil. Necə tövbə? Sənin əməl dəftərlərin bağlanır. Başa düşdün? Mövzumuz yenə də müavin. Tarix boyda götürəndə 80 il Muaviyə Həzrət Əli əleyhissalamda əmr eləyib ki, minbərdə lənət göndərir. 80 il Muaviyyədən sonra bu sünnə davam edir. Bəli, 80 il minbərə çıxan, hətta rəvayətlərdə var ki, Muaviyyə onu sünnə eləmişdi. Ki, kim əgər Həzrət Əleyhisselamı lənətləməmiş başlasa, bəli, namaz qılmağa başlasa, deməli o Əli tərəfdarı onu öldürür. Namazda, xütbədə. Və bütün xətiblər bu iş davam elədi Ömər İbn Abdüləzizin dövrünə qədər xəlifə, Bəni Ümeyyə nəslindəndir və o öz dövründə bu işi yığışdırdı. O vaxta qədər hətta deyir bu işi yığışdırırlar, dedilər ki, Muaviyyənin bəhrəsidir də bu. Muaviyyənin gördüyü işdir də bu. Dedilər sən Peyğəmbər sünnəsini yığışdırırsan. Yəni insanlar o qədər azğınlığa aparıb çıxarmır. Hətta Məhəmməd İbn Abdülvahhab da özü də deyir ki, Muaviyyənin dövründə çoxlu bidətlər var idi. Səhabələr etiraz edirdi. Məsələn, sizə bir misal gətirim. Ən böyük Tarix-i Təbəri, İbn Kəsir, Sifen bölməsi. Yəni bu cür hadisələri oxusunuz, orada məsəl üçün hadisələrə rast gəlmək olar. Məsəl üçün Muaviyyənin Əbu Zəri Şamdan təhqir və təhdid edərək Mədinəyə sürgün etməsi. Yəni Əbu Zər Peyğəmbər sallallahu aleyhi və səlləmin ən sevimli sahabələrindən idi. O da cənnətlə müjdələnmişdi. Və yaxud Həzrət Əli əleyhissalamın Tarix-i Təbəridə, İbn Kəsirdə, bütün əhl-i sünnə mənbələrində var ki, eləcə də şiə mənbələrində ki, Muaviyyə hər dəfə Həzrət Əleyhisselamın əleyhinə işlər görürdü, Həzrət Əleyhisselamı lənətdirirdi, Həzrət Əleyhisselamı yəni ki, ona qarşı milləti çıxardırdı, cəmaatı cihada çağırırdı, Əlinin qanı halaldı, Əliyə kafir deyirdi. Yəni bu cür məsəllər, bunlar hamısı Tarix-i Təbəri, İbn Kəsir və yaxud Əhməd İbn Həmbəl hamısında da var, açıq-aşkar bu rəvayətlər yazılır. Yəni sözümü inşallah yekunlaşdırıram, yenə də deyirəm, kimin nəyəsə bir şübhəsi varsa, kimin nəyəsə bir qaranlıq qalası məsələsi varsa, yəni ki, buyurun, suallarınızı verin, inşallah eşidirəm. Buyurun, kiminsə nəsə sualı var? Yəni, sualı olan var qardaşlar, mənbələr belə gibi açın, şükür Allah. Kimənə qaranlıq qalan bir şey varsa, oturaq biz də oxuyaq inşallah, gələr və Allahın köməkliyi, kimənə aydın olmaqda. Verilən mənbələrdən nəyi axtarıb tapmaqdır inşallah. Yəni inşallah Allahın izni ilə, yəni ki, bunu deməkdən məqsədim olsun qardaşlar, yəni bu günləri internetdə gedən bu saytlar ki, var şiələrin əleyhinə, yəni inşallah Allahın izni ilə bu birinci dərsimizdir bizim, Allah qoysa birinci bəhsimizdir. Yəni xüsusən də mən bunu açıq-aşkar deyirəm ki, bunun bu dəlillərə kimin yəni ki, şəkki şübhəsi varsa, yəni gətirdiyim bütün dəlilləri açıb baxsınlar. Bu günləri mən dəlil gətirirəm, məsələn deyək də, gedib kitablar ki var, yəni gətirdiyim dəlillərin əksəriyyəti Azərbaycan dilinə tərcümə olunmuş kitablar. Yəni hamımız özü də Allah şahiddir və xahiş edirəm ki, qardaşlarım, yəni Sifen və Muaviyyədə, Muaviyyə haqqında və yaxud Həzrət Əleyhisselamın nəysə şübhələri varsa, Həzrət Əşyanın həyatıdır,
Rəşidi xəlifələrdir, tarixi Təbənnüs Sifen bölməsidir, tarixi Yaqubudur, İbn Kəsirdir. Yəni bu cür yerlərə tarixlərə müraciət etsinlər və oxusunlar.